Rəvayət edilir ki, Ayşə radiyallahu anhə demişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm səfərə çıxmaq istədikdə zövcələri arasında püşk atardı. Püşk kimə düşsəydi, onu da özü ilə səfərə aparardı. Döyüşlərin birində o yenə bizim aramızda püşk atdı və bu dəfə püşk mənə düşdü. Mən onunla birgə səfərə çıxdım. Həmin vaxt artıq hicab ayəsi nazil olmuşdu. Bu səbəbdən də məni kəcavənin içərisində apardılar. Yol boyu lazım gəldikcə. Məni kəcavə ilə birgə yerə indirirdilər. Səfərimiz beləcə davam etdi. Nəhayət, Peyğəmbər sallallahu aleyhi və səlləm döyüşü başa vurub geri qayıtdı. Biz Mədinəyə yaxın bir yerdə dincəlmək üçün dayandıq. Peyğəmbər sallallahu aleyhi və səlləm orada gecələməyib səfərə çıxmağı əmr etdi. Camaat yola düşməyə hazırlaşarkən mən təbii ehtiyacımı rəf etmək üçün tək başına su başına çıxdım və qoşundan uzaqlaşdım. Ehtiyacımı ödəyib qoşunun yanına qayıtdıqda, yolda əlimi sinəmə toxundurub gördüm ki, Yəmən əqiqindən olan boyunbağım qırılıb düşüb. Mən geri qayıdıb onu axtarmağa başladım və bu səbəbdən də yolumdan qaldım. Bu əsnada məni müşayiət edən əshabələr mənim kəcavənin içərisində olduğumu güman etdilər və onu götürüb mindiyim dəvənin üstünə qoydular. O zamanlar qadınlar az yedikləri üçün yüngül, çəkili və incəbəlli olurdular. Elə bu səbəbdən də məni müşayiət edənlər kəcavəni qaldırarkən onun çəkisindəki fərqi hiss etməmişdilər. Mən də o vaxt çox cavan idim. Beləcə, onlar dəvəni sürüb apardılar. Qoşun çıxıb getdikdən sonra mən boyunbağımı tapıb düşərgəyə qayıtdım, lakin artıq orada heç kəs qalmamışdı. Mən onların məni yerimdə tapmadıqları üçün mütləq dönəcəklərini güman edib kəcavəmin dayandığı yerə gəldim. Az sonra oturduğum yerdə yuxuladım. Həmin vaxt Səfvan ibn Muəttil As-Suləmi Əz-Zəkvani qoşundan qalan əşyaları toplayıb sahiblərinə qaytarmaq üçün qoşunun ardınca gəlirdi. O, səhərə yaxın gəlib mən olan yerə çatdı və yatmış bir insan qaraltısı görüb mənə yaxınlaşdı. O, hicab ayəsi nazil olmamışdan əvvəl məni görmüşdü, deyə dərhal məni tanıdı. Mən onun "İnnə lillahi və inneyhi raciun" deməsinə oyandım və dərhal çarşabla üzümü örtdüm. O, dəvəsini yerə çöktürüb ayağını dəvənin qabaq ayağının üstünə qoydu və mən dəvəyə mindikdən sonra onun nöqtəsindən tutaraq sürüb apardı. Nəhayət biz şiddətli isti olduğundan çayın qırağında oturub dincini alan orduya yetişdik. Həmin vaxt bir çoxları mənə iftira atmaqla bədbəxt oldu. Böhtan atanların başçısı Abdullah ibn Ubey ibn Salul radiyallahu anhu idi. Mədinəyə çatdıqdan sonra mən bir ay xəstə oldum. Bu əsnada camaat böhtan atanların söz-söhbətlərini orada-burada danışırdılar. Həmişə xəstələndiyim zaman Peyğəmbər sallallahu aleyhi və səlləm mənə göstərdiyi qayğını indi ondan görməməyim məni şübhələndirirdi. O, sadəcə olaraq yanıma gəlib salam verib, vəziyyətin necədir deyib çıxıb gedirdi. Mən sağalana qədər bu şərdən xəbərim olmadı. Sağaldıqdan sonra mən Ummu Mistah bint Əbu Ruhm radiyallahu ilə birlikdə Əl-Mənasi deyilən bir yerə getdim. Bura bizim gecədən gecəyə təbii ehtiyacımızı ödəmək üçün gəldiyimiz yer idi. O vaxtlar hələ evlərin yaxınlığında ayaq yolular tikilməmişdi və bütün bunlar əvvəlki ərəblərin adətlərinə görə idi. Mən Ummu Mistah ilə yol gedərkən onun ayağı əbasına ilişdi və dedi, "Məhv olsun Mistah." Mən ona dedim, "Sənin dediyin necə də pistir. Sən Bədir döyüşündə iştirak etmiş bir adamı söyürsən." Ummu Mistah, "Ay qız, məgər sən onların nə dediyini eşitməmisənmi?" deyə soruşdu, sonra da iftiraçıların dediklərini mənə xəbər verdi. Xəstəliyim daha da şiddətləndi. Evə gəldikdən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm yenə mənim yanıma gəldi. O əvvəlki kimi salam verib, "Vəziyyətin necədir?" deyə soruşdu. Mən ona dedim, "İzn ver, valideynlərimin yanına gedim." Mənim niyyətim o idi ki, bu xəbərin doğru olub olmadığını valideynlərimdən öyrənib dəqiqləşdirim. Peyğəmbər sallallahu aleyhi və səlləm mənə izn verdi. Onda mən valideynlərimin yanına gəldim və anamdan, "Camaat nə danışır?" deyə soruşdum. Anam dedi, "Qızım, özünü üzmə. Vallahi, çox nadir hallarda rast gəlmək olar ki, gözəl qadını əri sevsin və ərin başqa zövcələri onun əleyhinə danışmasınlar." Mən dedim, "Sübhanallah, demək camaat bunu danışırmış." Mən bütün gecəni ağladım, səhərə qədər göz yaşım dayanmadı və bir anlıq belə yuxulaya bilmədim.
Vəhiyin nazil olması gecikirdi deyə Peyğəmbər sallallahu aleyhi və səlləm Əli ibn Əbu Talib radiyallahu anhu və Usama bin Zeyd radiyallahu anhu ilə zövcəsini tərk edib etməməsi barədə məsləhət almaq üçün məclisə dəvət etdi. Usama radiyallahu gəlincə Peyğəmbərə sallallahu aleyhi və səlləm mənim namuslu olduğumu və bizi ürəkdən sevdiyini bildirərək dedi. Ya Resulullah, sənin əhl-əyalın barəsində zərrə qədər də pis bir şey eşitməmişəm. Əli ibn Əbu Talibin cavabı isə belə oldu. Ya Resulullah, Allah sənə heç bir hədd qoymamışdır. Ondan başqa nə çox qadın var. Sən Ayşənin radiyallahu anh xidmətçisindən soruş, o sənə düzünü deyər. Peyğəmbər sallallahu aleyhi və səlləm radiyallahu anhını çağırıb soruşdu. Ey Bərirə, onda səni şübhələndirəcək bir şey görmüsənmi? Bəri radiyallahu anh dedi, xeyr, səni haqq ilə göndərən Allaha and olsun ki, ondan bir qəbahət iş görsəydim, onu qınıyardım. Yalnız onu deyə bilərəm ki, az yaşı qız uşağı olduğu üçün mən yoğurduğum xəmiri qorumayı ona tapşırdıqda, o yatar və qoyun gəlib xəmiri yeyərdi. Abdullah ibn Ubey ibn Səlul dediyinə görə üzrxahlıq istəsin deyə, həmin gün Peyğəmbər sallallahu aleyhi və səlləm minbərə qalxıb dedi. Ey müsəlmanlar, kim mənim zövcəmə əziyyət verən adamın ittihamlarını rədd edib, zövcəmə bəraət qazandıra bilər. Vallahi, mən zövcəmdən, xeyirdən başqa bir şey görməmişəm. Eləcə də ittiham olunan kişinin Səfvan ümmətil pis bir hərəkət etdiyi də mənə məlum deyil. O heç vaxt mənsiz bizim evə daxil olmayıb. Mən daha bir gün dayanmadan ağladım və bütün gecəni oyaq qaldım. Səhərisi gün valideynlərim mənim bir gün yarım dayanmadan ağladığımın şahidi olduqda, elə zənn etdilər ki, ciyərim parça-parça olacaq. Onlar mənim yanımda ikən, ənsar qadınlarından biri mənim yanıma gəlmək üçün izn istədi və gəlib mənimlə bərabər ağladı. Elə bu vaxt Peyğəmbər sallallahu aleyhi və səlləm içəri daxil oldu və salam verib oturdu. Bu söz-söhbət başlanandan bəri o mənim yanımda oturmamışdı. Bir ay keçməsinə baxmayaraq, mənim barəmdə heç bir ayə nazil olmamışdı. O şəhadət gətirdikdən sonra dedi, Ey Ayşə radiyallahu anha, sənin barəndə mənə filan xəbərlər çatıb. Əgər günahkar deyilsənsə, Allah səni təmizə çıxardacaq. Yox, əgər günah iş görmüsənsə, Allahdan bağışlanma dilə tövbə el. Həqiqətən, əgər bəndə öz günahını etiraf edib tövbə edərsə, Allah onun tövbəsini qəbul edər. Peyğəmbər sallallahu aleyhi və səlləm sözünü qurtardıqdan sonra mənim göz yaşım kəsildi və gözümdən bir damla yaş belə çıxmadı. Mən atama, Allahın elçisinə sallallahu aleyhim cavab verdim. O dedi, vallahi mən bilmirəm Allahın elçisinə sallallahu aleyhi və səlləm nə deyim. Sonra mən anama Allahın elçisinə sallallahu aleyhi və səlləm cavab ver, dedim. O dedi, vallahi mən bilmirəm Allahın elçisinə sallallahu aleyhi və səlləm nə deyim. Mən az yaşlı qız uşağı olduğum üçün Qurandan çox dəlil sübut bilmədiyimə görə dedim. Vallahi, hər şey mənə bəlli oldu. Siz, insanların danışdıqları bütün bu söhbətləri eşitdiniz, bu sizin qəlbinizdə özünə yer tapdı və siz onu təsdiq etdiniz. Əgər mən sizə günahsız olduğumu desəm, Allah da bilir ki, həqiqətən mən günahsızam, siz mənə inanmayacaqsınız. Yox, əgər günahkar olduğumu etiraf etsəm, Allah da bilir ki, mən o günahdan uzağam, siz buna inanacaqsınız. Vallahi, mən həm özümə, həm də sizə ancaq Yusufun atası Yaqubun misalını çəkə bilərəm. Bir zaman o belə demişdir, mənə gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır. Bunları deyəndən, sonra mən gedib yerimə uzandım. Mən inanırdım ki, Allah mənim günahsız olduğum üzə çıxardacaq. Lakin vallahi, mən heç vaxt inanmazdım ki, Allah mənim günahsız olduğum barə vəhiy nazil edəcək. Quranda mənim bu işim haqqında danışılacağını mən özümə rəva bilmirdim. Mən ümid edirdim ki, Allahın elçisi sallallahu aleyhi və səlləm mənə bəraət qazandıracaq bir yuxu görəcək. Vallahi Resulullah sallallahu aleyhi və səlləm heç yerindən qalxmamış və ev əhlindən də hələ bir kəs çölə çıxmamış ona vəhiy nazil oldu. O hər dəfə vəhiy nazil olduğu zaman düşdüyü görkəmi aldı. Endirilən kəlamın ağırlığından o çox şiddətli sıxıntı keçirdi və qış günündə belə ondan mirvari dənəsi kimi damla-damla hər tökülməyə başladı. Vəhiy nazil olduqdan sonra o güldü. Mənə dediyi ilk söz isə bu oldu. Ey Ayşə radiyallahu anha, Allah həmd et. Allah səni təmiz çıxartdı. Anam mənə dedi, qızım, qalx Allahın elçisinə, sallallahu aleyhi və səlləm təşəkkür elə. Mən dedim, vallahi mən nə ona təşəkkür edəcəyəm, nə də Allahdan başqa bir kimsəyə həmd edəcəyəm.
Uca Allah da bu ayələri nazil etdi. Şübhəsiz ki, Ayşə barəsində yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir.